Dinliyorum 7-24 peşindeyim gecemi gündüz eden geçliğime yemin ederim. Ağzıma niye bir manifestin mahnısı düşsün de sen öyle ya. Ben o kadar varlıyam ki ardını siz tamamlayın dedim ve tamamlayıp siz göre yerlerine tər şeyler yazmışsınız. İnsanın mal varlığı görürsən nəyə görə? O yüzü çorul. İnsanın mal varlığı görürsən nəyə görə ölçülür? Bu həqiqətən çox maraqlıdır. Mən böyük ehtimal sərvəti, yəni əlində olan şeyi çox pis çıxdı başa düşürəm. Prosta yenə də nəysə bilmirəm. Sərvətim yoxdur onun. YouTube-dan və Instagram dedim ki, mən o qədər varlıyam ki, ardını siz tamamlayın. Siz də tamamladınız. Görən nə tipdə şeylər yazıbsınız. Mən o qədər varlıyam ki, marketdə 5 qəpik götürmürəm. Qardaşım, həqiqətən də bir dəfə marketdəki 5 qəpik götürməyə çalışırdım. Amma ki, belə düz yerə qoyublar da fiş 5 qəpiyə. Götürməyə çalışıram, belə eləyirəm, mən gəlmir. Də dırnağım da yoxdur, gəlmir. Arxamda da 7-8-dən qız durmuşum, mənə baxırlar. Utandım sonra getdim. Mən o qədər varlıyam ki, pullu oyunları APK yox, pul verib alıram. Sən həqiqətən ayrı bir varlısan da başa düşsən. Yəni bunu eləyən yəni konkret varlı adamdır da. Mən o qədər varlıyam ki, telefona qoruyucu almamışam. Zibilə qalsın ya. Bax, mənim telefonum bu gördüyünüz telefondur, hə. Qabağında antudarı, arxasında kablosu var, hə. Mən telefonu əlimə alıb, telefonu işlənəndə real olaraqdan telefona toxunmuram da, sənə öyle deyirəm. Mən o qədər varlıyam ki, Monopoly oynayanda real pullarla oynayıram. Bunu varam, məncə var. Real həyatda həqiqətən də bunu eləyənlər vardır. Çünki maraqlı olmaz. Belə şeylər eləməyin uşaqlar. Belə şeylər qumara falan girir böyük ehtimal. Ona görə də eləməsəz daha yaxşı. Mən o qədər varlıyam ki, heç vaxt sənin hesabından abunəlikdən çıxmamışam. Əsl zənginlik Fərdi sevməkdir. Bəli, təbrik eləyirəm. Abunələrimə buradan böyük bir ürək göndərirəm. Yəni burada başa düşürsən, yəni bax, abunələrim siz ürək sizi var. Siz əgər abunə olmuyorsunuzsa, indi bu dəqiqə abunə ola bilərsiniz. Bizi 300 milyonda dəstəkləyə bilərsiniz. Mən o qədər varlıyam ki, marketdən çıxanda çekin ƏDV-sini vurmuram. Sən ayrı bir levelsinə başa düşürsən, yəni ƏDV-ni vurmayan adam olar, mən başım çıxmır. Bu arada bu Mahmud Ağayel var ha, bu kanalımıza ən çox yorum yazanlardan biridir və tanıyıram. Mən o qədər varlıyam ki, Wi-Fi olan megabayt işlədirəm. İlginç, həqiqətən ilginç. Adamın şəxsi modemi var da öz telefonunda. Nə istəyirsən? Ha, həqiqətən başqa bir varlıq da bu. Mən o qədər varlıyam ki, evdə ayaqqabı ilə gəzirik. Deyəsən Amerikalılarda falan bu mədəniyyət var, evdə ayaqqabı ilə gəzmək falan. Həqiqətən necə olur, necə kravatda uzananlar falan mən çatmır da, sənə onu deyirəm. Türk dizilərində falan deyəsən belə bir söhbət var. Mən o qədər varlıyam ki, gecə səhərə qədər kondisioner işləyir. İstidə yaşalanana qarma, yanıram Allah deyirəm də yəni. Bu arada bayaqları hesabladıq, bu kondisioner var ya, bu gördüyünüz kondisioner. Saatına 12 qəpik gəlir. Məncə pis bu arada, yaxşıdır. Yəni gündə 1 saat işləsəm kifayətdir. O da video çəkəndə. Oha! Bundan sonra sıkılmak, getmək yox, bundan böyle nətər idi lan? Mən o qədər varlıyam ki, paltarım batanda yumaq yerinə təzəsini alıram. Çox qəşəng bir aləmdə sən öldürəm. Yəni bu dərəcəyə gələndə Allah bir, yəni hansı bir səviyyədə sən öldürəm. Yəni fikir, paltarım batdı, hə, paltara öncə var, keçsə batdı. Yəni ki, 3 gün gələcəksən, hop başqasını alsan, onu atırsan başqa yerə. Evdəki ən bahalı telefon məndədir. Səndən söz deməsən, bunun bahalılıqla çox da bir əlaqəsi yoxdur. Çünki yəni evdəkilərin telefonu məsəl üçün biri 100 manatlıqdır, biri 50 manatlıqdır, biri 2 manatlıq telefonda atıram da. Yəni 2 manatlıq telefonlar ciddi dizə işlər kimi. Nəsə olmur. Sənin 300 manatlıq telefonsa, evdəki ən bahalı telefon səndə olur. Amma bu varlı olduğum mənasına gəlir. Mən niyə bu qədər ciddi yorumlara? Cama da eləmə üçün yazıb da bu yorumlara. Mən o qədər varlıyam ki, duzqabı yerinə Nusreti işlədirik. Ay zor temadır, sən öldürəm. Nusret, mənə duz lazımdır. Bir də mənə duzla işlə qardaşımsan. Mən o qədər varlıyam ki, pul xoşbəxtlik gətirmir deyənlərin hamısına pul verirəm, fikirləri dəyişir. Qardaşım, pul xoşbəxtlik deyil. Gəl mənə də verin, mən də fikrim dəyişdim. Mən o qədər varlıyam ki, ayın sonu yox, ay mənim sonumu gözləyir. Qardaşım, bu dediyin cümlənin ucu başqa yerlərə gedə bilirsən də bunu yəni. Mən o qədər varlıyam ki, Google-da nəsə axtaranda pulsuz sözünü işlətmirəm. Bu ayrı bir zənginlikdir. Ayrı bir varlılıq da yəni başa düşürsən. Yəni bu elegantlıqdır. Bu başqa bir elitlikdir başa düşürsən yəni. Pulsuz WhatsApp plus yüklə. Məsəl üçün pulsuz Telegram nəmnə bir şey yüklə. Telegram niyə yükləmək? Niyə istifadə eləmək? Pulsuz nəmnə oyununu yüklə, pulsuz APK yüklə, pulsuz zirzibil yüklə. Bu da mən də eləmişəm. Məncə bunu eləməyən yoxdur. Məncə ümumiyyətlə var ha. Dünyadakı heç kəs bunu eləməyəcək qədər varlı deyil mənim fikrimcə. Mən o qədər varlıyam ki, Seyfullah əmminin internetini oğurlamıram. Seyfullah kimdir la? Bu nə altda la? Sən nə yaşayırsan? Allah 13 nəfər də bəyənib bunu like-ı. Mən o qədər varlıyam ki, artıq bir böyrəyim qaldı. Nağar iPhone 7-də almaq üçün istifadə etmişdim böyrəyi. Bu arada böyrəyin qiyməti neçədir? Bu dəqiqə həqiqətən mənə çox maraqlı gəldi. Mən o qədər varlıyam ki, video reklam girmir. Əgər videoda reklam girməsi istəmirsinizsə, burada qəşəng bir dənə reklam girə bilər də. Görürsüz hələ. Siz mənə reklam vermirsiniz, amma görürsüz burada boşluq var ki, reklam girə bilər. Amma yoxdur reklam nağara. Bu arada səbəbdən söz deyim, YouTube artıq 3-dən 4 dənə falan arda-arda reklam salmağa başlayır videolar. Zibilə qalsın. Yəni gələcəkdə videodan çox reklama baxacağıq. Mən o qədər varlıyam ki, atam işıqlar boşuna yanmasın demir. Oho, belə bir ata var həqiqətən. Yəni bu ayrı bir elegantlıqdır da sən öldürəm də. Yəni belə bir şey mümkündür. Yəni bir şey deyimsə, əslində bu varlıqla heç bir əlaqəsi yoxdur dost. İşıqları çox yandırmamalısan ki, qlobal istiləşmənin qarşısını alasan. Mən o qədər varlıyam ki, tətildə kəndə yox, rayona gedirəm. Əgər rayonun içindəki kəndə gedirsən, yoxsa sadəcə rayona gedirsən. Hər rayona kəndə. Bəli, mən də normalda kəndə gedirdim tətildə. Amma artıq bizim tətilimizlə normal günümüz bir-birindən fərqlənmir deyə buna görə də artıq
Bu əsnəməxana yaxşı bir şeydir bu arada. Yəni dərindən fikirləsəz əsnəməxana yaxşı bir şeydir. Çünki işlə güclə məşğul. Əslində başım var. Mən o qədər varlıyorum ki, 5 qəpik paçita verirəm. Qardaşım, sən 5 qəpik paçita verirsənsə, sabah gedib 10 qəpik də verərsən paçita. Bu nə yaşayışda mən başım çıxır. Paçitin pulsuz olduğu vaxtlar vardı ya. Ay zibilə qalsın ya. Bir şey mənə çatmır. Bax elə. Normalda məsələn marşruta gedirsən, sən 3 qəpik, 5 qəpik paçit üçün pul alır, hə. Üstünə öz loqoları yazılan paçit verirlər də, düzdürsə. Amma ki bu meyvə-tərəvəz yerindəki paçitlər var. Demiyorlar ki, eyni paçitdir ha, amma oradakı pulsuzdur. Bu yəni nə məntiqdir ki, oradakı paçitə 5 qəpik verməyə? Yəni ikisi də salafandır da yəni. Mən o qədər varlıyam ki, marketdə qiymətlərinə baxmadan alıram. Zibilə qalsın ya. Fikirləş alırsan hə. Mən bir dəfə belə bir şey eləmişdim. Mən hansı yoğurt idi hə. Aldım atdım şey. Getdim kassada vuranda 5 manat çıxdı ya. Ağlaya-ağlaya qaytardım yerinə qoydum. İndi keçiriş Instagramda yazdıqlarınız. Görə Instagramdaşlar nətər yaradıcılığa sahib şeylər yazırlar. Mən o qədər varlıyam ki, pulqabı tutmuram. Pulqabı tutmuram necə bir cümlədir Allah. Tualetimiz qızıldandır. Keçmişdə var ha, uşaq olanda da. Yəni varlı insanların, çox elegant insanların tualetinin qızıldan olduğunu şaşırdım. Hətta hər şeyin qızıldan olduğunu şaşırdım. Mən o qədər varlıyam ki, cipsini yeyəndən sonra cipsinin paçkasını zibilə atıram. Ay, sən mənlə məzələnsən. O cipsini belə paçkasını cırıb dibin yalamayandan sonra da mən az qaldı da onu. Buna eləyənlər varsa bu videoya bir dənə like atsın görüm elə. Fərə 12-ci dəfədir yazıram, almısan mənim bütün köynəklərim Gucci-dir. Durduq yerə Fərə oldum ya. Birinci sinifdə falan mənə bu haqqda çox zarafat edirlər. Fərə toyağı falan deyirlər. Ay zibilə qalsın. İndi ağlıma gəlir olan yerdə cringe oluram da sən öldürün. Başqa elə mən zarafat tapamırdı. O qədər varlıyam ki, diş pastasının sonuna qədər sıxıb düşmürəm. Az qalanda birbaşa təzəsini açıram. Zibilə qalsın ya. Biz nə qarırıq? Qardaşım, diş pastası elə bir qutardığım fikirləşir də düzdür, amma qurtarmıyor. Diş pastası elə fikirləşir. Onu kəsirsən, diş fırsatını salırsan içini oyalayırsan, orada 3-4 dəfə içində diş pastası çıxır. Mən o qədər varlıyam ki, hər gün şəxsi metro və avtobusumla səyahətə gedirəm. Qardaşım, sənin də düşündüyün şəxsi metro və avtobus, bəlkə də 10 milyon üçün şəxsi avtobus və metrodur. Mən o qədər varlıyam ki, güləndə səssiz çıxır. Heç restoranda qızla oturmusan, qiymətlərə baxmadan, o sırada yanından gələn gülür. Mən o qədər varlıyam ki, supun sonundakı duzu yemirəm, atıram. Əslə baxanda bu sağlamlıq cəhətdən çox yaxşı bir şeydir. Amma ki, o duz həqiqətən çox zor dad olur da, səni öldürürəm. Bu dəqiqə ağzım sulanır. Robal yuxarıda yemək bişirirəm. Mən o qədər varlıyam ki, bir dönərin yanında 2 ayran alıram. Bu ayrı bir şeydir. Sən bir dənə söyləyəcəm. Yəni mən vaxtında stipendiyan falan üçün bunu eləyirdim. Ayda biri falan eləyə bilərəm də. Yəni bunu səni öldürürəm. Kasıbçılıqdan biz elə tutuzduruq ki, hə ayran düz qutaran kimi ayran da qutarır. Mən o qədər varlıyam ki, ağlayanda gözümün yaşını pullarla silirəm. Bu arada uşaqlıqda bunu mən də belə fikirləşirdim. O tualet mövzusu var idi. Qızıldan olduğunu fikirləşirdim ha. Ağlayanda ya da burunlarım falan qızılla falan sildiklərini fikirləşirdim. Qızıldan yox, pulla falan. Nəysə. Mən o qədər varlıyam ki, yatanda kondisioner yandırıram. Yatanda kondisioner yandırmaq var ha. Kafadan gör nə qədər vaxtdır. Məsələn üçün, kondisionerin saata bir 10 qəpik yazdığını təxmin eləyək də. Yəni 10 qəpik, 9 qəpik falan yazır. 10 qəpik şəkil düz məntiqlə. Yəni bir gecə kondisioner yandırmaq 8 saat yatdığı fikirləşsə 80 qəpik eləyir hə. Günə 80 qəpik, aya bir 20 manatdan çox pul eləyir. O 100 qəpik qalsın. Sadəcə sırf kondisioner yap fikirləş də yəni. O qədər varlıyam ki, sinifdə saqqızı gizlətmirəm. Saqqız dedim, yuxarıda saqqızım var idi. İndi görmürəm. Yəni mən saqqızdan falan gedib sinif yoldaşlarım gəlib götürüb eləyəsən. Sinifdə saqqızı açan kimi 1 saniyə ərzində orada saqqızlar olmur. Sənə telefondan yox, televizordan baxıram. Bu arada mənə indi televizordan baxanlara salam olsun. Bu arada bu varlıqla əlaqədar bir şey. Mən indi məsələn YouTube televizordan baxa bilmirəmsə, bəli, bu böyük ehtimal varlıqdan əlaqədar. Əgər kimin evində televizor varsa bu videoya bir dənə like at. Anam var. Ən böyük zəncirlik məncə də budur. Yoğurt açanda üstündəki kağızı yalamıram. Baba bu çox yaxşı idi. Bu çox əlaqələndirilə bilən bir şeydir. Başa düşürsən? Yəni çox mükəmməl bir şeydir. İncə idi. Mən belə yorumlar yazdım. Amma çoxuz belə yorumlar yazmamışam. 2000-ə yaxın yorum oxumuşam hə. Belə tək şeylər var idi maalesef. O qədər varlıyam ki, son bir vərəqi yazılmamış dəftəri tullayıram. Ay sən utanmırsan özündən. O bir dənə vərəq üçün neçə ağac kəsildiyini bilirsənsə? Mən də bilmirəm, amma atmasan da ayaq. O qədər varlıyam ki, bir bastırma ilə doyduğum halda üstünə lahmacun da yeyirəm. Qaqa, sənin varlıq deyir. Sənin nədir mənim başım çıxmır. Yəni belə şey yoxdur. Sən öldürəm. O zibilə qalsın. Ya pul tapsın. Bu arada bunu səhv eləmirəm ki, Nicat yazmışdı. Prosta səsin niyə? Səs nədir lan? Prosta adını niyə gizlətmişəm bilmirəm. Deyəsən hamının adını gizlətmişəm bu videoda. YouTube'daşlardan başqa. Nicat da ki pul tapdı dəyişdi. Sən öldürəm. Ya YouTube'a da video atmır. Utanmırsan özündən Nicat. Mən o qədər varlıyam ki, kompüter qabağında TikTok videolarına baxıb YouTube'a Əslində bu varlıqdan deyil də kasıbçılıqdan irəli gələn bir şey olduğunu bilirsən. İnşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. İndi isə yorumlar qisminə mən o qədər axmağam ki, ardını siz tamamlayın. Görüm elə nə qədər axmaq imişsiniz. Yorumlar qisminə yazın. Bəlkə gələcək videoda oxudum. Əgər yaxşı şeylər gəlsə deyirəm və bu videonu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə.